Bir gün bir nəfərlə danışırıq, mənə sual verir ki, Dirayəli, deyirsən İmam Zaman ağanın hakimiyyətində yaşayırıq. Sən bizə o hakimiyyəti sübut eləyə bilərsən. Özün deyirsən özdəki görməsəydi İmam Zaman ağanı, onun hakimiyyəti yer üzündə sürür. Onu bizə sübut eləyə bilərsən, dedim mən eləyərəm. Amma sübut eləyəcəm, o ki sən ki qəbul eləməmsən, onu sübut eləyəndən sonra da qəbul eləyə bilməyəcəksən. Amma yenə də sübut eləyim, bir dəlil gətirim, o dəlillə sən izahı bəlkə anladın. Deyirəm hamımızın evində saat var, deyir var. Deyirəm müsəlman, kafir, hamımız istəyir dindar olsun, istəyir ayrı dində olsun. Saata baxmamış hərəkət eləyə bilmirik. Deyir ki, yox da. Məsələn, fikir verin, bir yere gələcəksənsə, kimlə görüşəcəksənsə, ancaq zamanla onu yəqin eləmək lazımdır ki, görüşün baş tutsun, yoxsa baş tuta bilməz. İndi fikir verin, zaman deyirsən, zaman kimə tabidir? İmam Zaman ağaya tabidirsə, İmam Zaman deyirik biz, zamanın hakimi deyirik. Fikir ver, riyaziyyatda rəqəmlər neçədən başlayır? Rəqəm 1-dən başlayır, amma fikir vermirsən, saatda rəqəm 12-dən başlayır. Heç bir rəqəm də gəlib 12-yə çatmamış, tamamlanmır. Niyə? Çünki ədaləti kim bərqərar eləyir yer üzündə? İmam Zaman ağa bərqərar eləyir. Heç bir rəqəm də gəlib 12-də 12 olmasa tamamlanmaz. 12-yə əqrəb gəlib 1-i çatmasa tamam olmur. Ədalətli olmaz. Fikir verin. O axtaran əqrəb ki var ha, fırlanır, axtarır ha, axtarır. Fikir vermişsiniz, saatın forması istəyir kvadrat olsun, üçgüncə olsun, onun içinə fırlanır, yumru fırlanır. Niyə görə yumru fırlanır? Alimlər sübut edib ki, yer kürəsi şar şəkli, yumrudur, dairə şəklindədir. Demək sənə sübut edir ki, bütün yer kürəsi nəyə tabidir? Zamana tabidir. Zaman isə İmam Zaman ağaya tabidir. Onu nədə bilindirir? Fikir verirsən, 12-dən başlayır rəqəmlər, say. 1-dən başlamır, amma hər riyaziyyat elmində say 1-dən başlayır. Amma burada 12-dən başlayır və heç biri gəlib ona çatmayınca tamamlanmır. Sonra düz olanda ki, istiqaməti düz görsədəndə 6 ilə 12-ni görsədir. 6-cı imamın kimdir? İmam Cəfər Sadıq əleyhissalamdır. Fikir verirsən ki, ya Cəfəri məzhəbi ilə, məzhəbin Cəfəridir. Kimi tapmalısan? Zamanəvin sahibini tapmalısan. Ona görə qardaş, deyirəm ona ki, bu sübut gözümüzün qabağında hər bir hakimiyyətin gerbi olmalıdır. Bu gerb də hamımızın evindən asılıb və hamımız buna tabesiz. İstədiniz, istəmədiniz də. Bütün güzaranımız buna tabidir. Bütün saat olmasa heç bir işi görə bilməzsən. Burada bundan saatlarca danışa bilərəm. Buna sübutu, saat temasını bir nə qədər uzada bilərəm ki, ya hamısı gəlir ona çıxır ki, bir şey yadımızda saxlayın. 33 dövr, 43 dövr, 2 dövr, iminli 12-dir. 12 imamımız var. Düzdür. Bunu danmaq qeyri-mümkündür. Ağıl sahiblərinin üçün. Burada çox böyük bir ibrət var. Oturun saatınıza baxın, fikirləşin. Bunun haqqında saatlarca söhbət eləyə bilərəm. Amma oturun fikirləşin ki, o sübut gözünüzün qabağındadır. Prosto onu qəbul eləmək istəməyə, qəbul eləməyə nə lazımdır? Ürək, əqidə lazımdır. İnam lazımdır.